O dizel fondu. Görün kəpənəklər nə gündədir. Bura bax. Hava sistemini təmizləmək üçün gəlib. Bir dənə opus çək buranı. O bərbad vəziyyətdədir. Hələ zaslonkasına bax buna. Görsünüz. O vəziyyətdə dizeli qəti şəkildə sürmək olmaz. Sabahçı gün başqa problemlər yaradacaq. Rejimə düşəcək maşın. Ondan sonra da 2 qat artıq xərcə düşəcək. Ona görə nə etmək lazımdır? Vaxtında gətirib hava sistemini təmizləmək lazımdır. Beləcə nə? Samavarı, kəpənəkləri, kollektoru, zaslonkası hamısı təmizlənir. Get yerini də göstərir bir dənə. Bax, klapanların yerinə bax. Bərbad vəziyyətdədir. Bunlar hamısı bir-bir, görürsünüz, səliqəli şəkildə təmizlənəcək. Bütöv olacaq ağaq. Bax, ondan maşın rahat nəfəs alacaq. Deməli, bunda başqa işlər də var idi. Peçin səs eləyirdi, peçin motoru. O da düzələcək. Bizim servis, yəni bütün qulluqları olunurdu. İndi burada başqa maşınlar da var, get göstərin. Deməli, bu Elantrada da hava sistemi təmizlənir. Hava sistemi tutulub, YGR, samavarı, opus sökülür. Burada kollektor çıxır. Sonra samavar çıxır, üstündə də YGR sökülür. Bu maşında ümumi qulluq olunur. Gətir bunu da çəkək. Sarento'da 2019 model. Gətir çək. Görürsünüz necə təmizlənir, bax, səliqəli. Motorun çöl hissəsi, klapanların yeri hamısı bir-bir təmizlənir. Ondan sonra krişkalar sökülür, motorun içi təmizlənir. Orijinal sef başmaqla dəyişilir. Üst prokladkası, farsonka şaybası, qabaq salniki, korobkanın yağı filtri və kollektorun təmizlənir, sonra da salniklər dəyişilir. O maşında da həmçinin hava sistemi təmizlənir, gətir göstərim onda. Sözlə, işlər də ideal olur. Yəni, xüsusi aparatda təmizlənir hava sistemi. Bura görürsünüz, klapanların yeri necə təmizlənir, ideal şəkildə. Və təmizlənəndə də təkcə kollektor çıxardıb təmizlənmir. Bütün şəkildə, YGR-nə kimi hamısı təmizlənir.